izləyicilərə məlumat vereyim. İlk podkastımızdır və ümumiyyətlə bu podkastın məqsədi şəxsi inkişaf və töhfə verməklə bağlıdır. Qonaqlarımız şəxsi inkişaflarla məşğul olan, cəmiyyətə ciddi töhfələr verən adamlar olacaq inşallah və ilk qonağım Amid Sükutdur. Mən Amidi təxminən 30 ildir tanıyıram demək olar da. Yəni uşaqlığımdan eyni məhəllədə qalmışıq və mən Amid Sükutu nə vaxt görmüşəm, daim özünlə şəxsi inkişaf ilə məşğul olan adamdır. Və bu günləri bizə nələr öyrədə bilər və özünün sahəsində bu işlə məşğul olan adamlara nə kimi töhfə verə bilər, o haqqda danışacağıq. Amid, ilk sualı belə başlayacağım ümumiyyətlə. Birinci format olaraq şəxsi inkişafla bağlı suallar verirəm, amma sənə bu sualla başlayacağam. Səncə böyüklər balacalardan nə öyrənməlidirlər? Böyüklər balacalardan nə öyrənməlidir? Bununla bağlı mənim həyatda gördüklərim, oxuduqlarım əsasən hamısı gəlir bir nöqtəyə də dayanır. Uşaqlar daha çox niyyətlər saf olur və onların əldə etmək istədikləri şeylər, onları incidən şeylər qısa müddətdə aradan gedir. Uşaqlar elə bir şey əldə etmək üçün biraz çabalayır, sonra onu vaz keçir. O həyatda olmazın şeylər barəsində belə psixoloji depressiyalara düşmürlər və ya başqalarının ayaqlarının altını qazmırlar, pislənmirlər, çirkinliyə bulaşmırlar. Sadəcə bu bir dənə elə bir parıltıdır. Uşaqlar o sardan çox məsumdurlar. Biz elə uşaqlardan məsumluğu öyrənməliyik. Yəni öz məqsədləri üçün başqalarına ziyan vermirlər falan və sair bu şeylərdə. Yəni uşaqlar elə bir çox da belə gələcəyə fokuslanmırlar. Çünki gələcək insanda bu günü başlayır çərçivələməyə, səni narahat eləməyə. Sən də gələcək üçün belə olmayacaq şeylər üçün, olacaq şeylər normaldır, amma olmayacaq şeylər üçün də belə qapılırsan belə təlaşa. Amma uşaqlarda elə şey yoxdur, elə bir sanki günlə yaşayırlar. Anı yaşayırlar da. Yəni bu da xoşbəxtlik verər deyirsən də böyüklərə. Böyüklərə xoşbəxtlik verər, amma daha çox belə insanlarla mülayim yaşamaq verir. Yəni daha çox sosial bərabərlik olar. Mən kitablarda oxumuşam, Tuflinləri, Pandapanı oxumuşam. Mənim üçün ümumiyyətlə uşaq ədəbiyyatı deyildi o. Yəni çox böyüklər üçün ciddi ədəbiyyat sayıram onu. Yəni özüm üçün oxuyub qeydlərim falan var Tuflinlərdə və orada mən görürəm uşaqlar üçün yazmaq yox, sənin məqsədin mən belə düşünürəm də, yəni böyüklər üçün yazmaqdır. Necə ki məsəl üçün sən 20 il sonra, 30 il sonra təhlil olunanda bu uşaqlar üçün təhlil olmayacaq da. Yəni sən düşünürsən, səncə mən düz nəticə çıxarmışam burdan. Yəni sənin auditoriyan doğrudan da uşaqlardır. Mənim auditoriyam qarışıb hazırda. Bir mən özüm də qarışdırmışam. Bir uşaqların oxumaq istədiyi şeylər, onlara lazım olacaq şeylər də düşünmüşəm ki, belə şeylər uşaqlara yaxşı olar. Həm də fikirləşmişəm ki, özümün oxumaq istədiyi hekayələr yazmaq lazımdır ki, özümə də maraqlı olsun. Belə hazırda qarışıb, belə deyək, hazırda mən birinci sinifdən, 7-8 yaşdan, 6 yaşdan da var. Ta bir 40-a yaxın kitablarımı yaşa yaxın uşaqlar oxuyublar və böyüklər də oxuyublar. Belə bir dənə aralıqda get-gəl eləyirəm. Əgər kitablarını oxuyan uşaqlar 20 il sonra cəmiyyətə heç bir töhfə verməsələr, bu sənin uğursuzluğundur, yoxsa uşaqların? Mən bir baş məşqçi dostum var. Ondan soruşdum ki, uşaqlar gəlirlər, məşq eləyirlər, futbol oynamaq istəyirlər. Onların da öz xəyalları var. Məsələn, futbol daha yaxında sənə xəyal qurmağa. Çünki sən 14 yaşda oynayırsan, fikirləşsən ki, 2 ildən sonra 18-20 gedəcəm əsas klublara, millidə oynayacam, Avropaya. Belə çox yaxın arzulardır və uşaqlar bu şeylərə çox yaxındır. Mən soruşdum ki, bəs uşaqların
neçə faizi dəyişir? Mən statistika gözləyirdim ki, bir 50% deyərdi. O dedi ki, çox az. Hardasa dedi ki, 10%. Dəyişir burada nəyi nəzərdə tutur? Yəni uğura çatma mənasındadır yoxsa? Yəni biz adətən belə fikirləşirik ki, biz gedəcəyik məşqə, idman eləyəcəyik, müəllimi sözünə qulaq asacağıq, çalışacağıq, yatmayacağıq, arzulayacağıq. Yəni 8-də deyirlər, 6-da gedəcəyik, 9-da 6-da çıxanda biz 8-də çıxacağıq və bu şeylərlə belə deyək də xəyallarımız, arzularımız bu olacaq. Məşq eləyəcəyik. Məşqə gələn potensialımız 7-dirsə, 1 ildən sonra 10 olacaq, 2 ildən sonra 15 olacaq, belə artacaq və dəyişəcəyik də. Həmən müəllim deyir ki, uşaqların 10% dəyişir. Yəni o sənin bir istedadın varsa, o səni qabağa aparır bir yerə qədər. Oradan sonra çalışmaq lazımdır. Uşaqların 10% dəyişirsə, biz qıraqdan uşaqları, cəmiyyəti necə dəyişə bilərik? Yəni eyni müəllimin əlində 100 uşaq varsa, ondan 10'unu dəyişdirə bilir, inkişaf elətdirə bilirsə, məsələn bir dövlətin əlində 10 milyon xalq var. Onda o həmən hissəsin 10%'ini dəyişəcək. Mən bununla bağlı uzun müddət düşünmüşəm ki, cəmiyyəti, insanı daxildən mi dəyişmək lazımdır, yox da kənardan? Yəni o məşhur motivasiya kitabları 2 yerə bölünür də. Daxili motivasiya, bir də kənar motivasiya. Kənar motivasiya adətən qaz olur da. Sən bacarırsan, sən eləyirsən, sən güclüsən, səndən yoxdur, səndən bir dənədir, sən əcdahasan. Amma bir müddətdən sonra bu sözlər öz təsirini itirir. Amma motivasiya daxildən gələndə sən ona köklənə bilirsən. Bu mənim kitablarımı oxuyan uşaqlar gələcəkdə onları nə gözləyir, bu fikirlər onlara nə qədər təsir eləyəcək. Ən azından istəyən üçün bir kiçik bir dəstəkdir, təkandır. Əsl təkan deyil, çünki kitab səni qabağa daim səsləyir. Amma sən ona qulaq asmaq üçün, onu eşitmək üçün qulağını biraz kənar səslərdən ayırt eləməlisən. İnsan böyüdükcə başlayır kənar səslər onu qulağına gəlməyə və onun arzuları onu çağırmır. Bu kitabların da məqsədi məndə o dəyəri formalaşdırmaq lazımdır ki, o dəyərlə insan öz arzularının arxasınca doğru şəkildə getsin. Mənim kitablarımın elə əvvəlində də budur. Bizim nəşriyyatın şüarı bir xəyal qur. Bir xəyal qur, gözəl. Çünki mən hardasa bir 1000 uşaqdan azı soruşmuşam ki, böyüyəndə nə olmaq istəyirsən? 3-4 dənə klassik peşə var. Həkim, polis falan. Mən bir uşaq deyəndə ki, mən rəssam olmaq istəyirəm onu qucaqlayam. Və yaxud bir deyək ki, mən proqramist olmaq istəyirəm. Deyirəm ki, fərqli peşələrdir. Çünki Yuri Gagarin'dən sonra dünyada 1 milyard insan kosmonavt olubdur. Amma Azərbaycanda ən azı 1 milyon insan uşaq fikirləşib o kosmonavt olacaq da o dövrdən bu dövrə. 3-4 nəfər kosmonavt Azərbaycanda olub, yoxsa yox. Populyar arzular var. Bir də fərdi arzular var. Mən çalışıram ki, uşaqlar o fərdi arzularını fokuslansın. Uşaqları dəfələrlə soruşuram ki, böyüyəndə nə olmaq istəyirsən? Deyir, həkim. Deyirəm, nə həkimi? Eşidib də. Deyirəm, nə olmaq istəyirsən? Müəllim. Nə müəllimi? Bilmir. Mən soruşuram ki, riyaziyyat müəllimi, Azərbaycan dili müəllimi, coğrafiya müəllimi, onda ayılır. Və yaxud vəkil olmaq. Sual böyük ehtimal o gələcəkdə dəyişəcək onsuz da. Yəni o elə qalası deyil. Normaldır, xəyallar normaldır. Amma elə ümumi şey olmadı. Mənim özümə, sənin özünə uşaq vaxtı soruşsalar ki, Nistən,
böyündə nə olmazsan? 5 şey. Hamı o 5 şeyi saya bilir. Amma Hə. ürəyində biri həmişə əsas olur. Sən bayaq bir söz dedin ki, bəs 10% uşaqların dəyişilməsinə bağlı. Mən nə demək istəyirəm? Məsələn, futbolla ədəbiyyatı qarşı-qarşıya qoymağın düz olmaz məncə. Nəyə görə? Sənin auditoriyanla, sənin tələbələrinlə deyə lap belə də, yəni baş məşqçinin tələbəsi və sən oxuyanlar da sənin tələbələrində. Sənin tələbən artıq yetişmiş fərdlərdir. Nəyə görə? Uşaq da olsalar, artıq bunlar kitab oxuyurlar. Bunların belə bir vərdişi var. Sənin onlar dəyişmə potensialın daha çoxdur. Sənin onlar dəyişməyin faizi daha yüksək olmalı. Zaten bunlar oxuyurlar. Yəni sən potensialı aşağı, ümumiyyətlə daha boş yeniyetmə dövrünü keçirən adamlara xitab eləmirsən də sən. Kitab açıb oxuyan, disiplinası olan, bir vərdiş olan adamlara təsir edirsən. Yəni və bunlar mən düşünürəm ki, gələcəkdə daha cəmiyyətdə daha ciddi yerlərdə duracaqlar o adamlar. Yəni bizim müdirlərimiz onlar olacaq mən düşünürəm də, hə? Yəni oxuyan adamlar və onlara onların həyatına təsir edəcəksən və onların yaxşı müdir olmağını bəlkə də o kitablar təyin edəcək, yaxşı nə bilim dövlət işçisi olmasını o kitablar təyin edəcəklər. Yəni sən 10% deyirsən, məncə çox aşağı faiz deyirsən. Mən daha yüksək düşünürəm ki, uğurlu olmaq ehtimalları çoxdur və uğursuz olsalar, mən maddi uğur okey, amma mənəvi uğurlar da ola bilər də. Bu sənin kitablarınla bu cür ola bilər bir adam. İnsan kitab insanı mən fikirləşirəm ki, insan kitab oxumayanda da inkişaf eləyə bilər. Kitab oxumaq sadəcə onu sürətləndirir və daha genişləndirir. İnsan bir dənə əsas şey var, belə deyək də, müşahidə və yaxud nəticə və yaxud hikmət. O şeyə insan ona necə gəlir? Onu kitabla gəlir, səhv eləyəndə gəlir, günah eləyəndə gəlir, birini alladır, məsələn, vicdanı sızlayır, həqiqətə gəlir, nə bilim, nəsə itki baş verir həyatında, müxtəlif səbəblərlə o öz həqiqətinə gəlir. Və insanın həyat trayektoriyası, gediş-gəlişində özünə, həqiqətinə çatmağa vasitələr az olur. Yəni bir adam gedir, işə gəlir, gedir, nə bilim, məktəbə gəlir, gedir, öz kompüterində işləyir. O, sənin həyatdan ala biləcəyin nəticələr az olur. Və yaxud götürə biləcəyin nüanslar az olur. Kitablar isə sənin düşmədiyin situasiyalara səni salır. Və yaxud məsələn, cinayət cəzada adam öldürən bir insanın keçirdiyi daxili izdirablar ki, sən bu işi görsən nə edərsən? Və yaxud sən bu situasiyalarda nə edərsən? Kitablar sənə o şeyləri öyrədir. Məsələn, bu fərqli kitablarda mən o mövzuları işləmişəm. Burada dostu üçün qorxulu meşəyə gedən bir personaj var. Burada onu əhatə eləyən cəmiyyəti, burada simvolik olaraq bir adadır. Adadan bir parabizan uçub getmək istəyir və kiçik adadır. Parabizanlar kiçik. Dəniz də çox böyükdür, belə deyək, okeandır. Onlar üçün keçilməz hesab olunur. Amma içərisində biri deyir ki, mütləq bu dənizdən sonra bir həyat vardı və orada başqa şeylər mütləq olmalıdır. Bizi əhatə edən bu sulardan o tərəfə mütləq bir həyat var. Və onu öz dostları arasında yayır ki, adamlar ki, bu sonu yoxdur, gedəsən, söz düşəsən, öləsən. Amma bu ideyanla bu kitabda mübarizə aparır. Burada döyüşərək, qaçaraq döyüşmək yox, bir taktika tapıb hücuma keçmək lazımdır. Yəni geri çəkilən müdafiə yox, irəli gedə-gedə. Burada bağışlamaqla bağlıdır ki,
Əgər bir adamı sənə qarşı eləyən səhvlər bağışlasan nə olar, bağışlamasan nə olar? O mövzulardan danışırıq. Elə mən oxucu ilə rastlaşmışam, elə bir tanış adamla. Deyir ki, məsələn, mən bu kitabı oxudum, filan kəsi bağışladım. Filan kəsin üstündən keçdi. Filan şeyi çox ciddi almadım. Filan kitabı oxudum, fikirləşdim ki, mən öz arzularımın arxasında gedəcəm. O Dickens'in kitablarında daha sonra elə bir çətinliyə düşmüş adamların mübarizəsidir. O deyir ki, bu kitabları oxuyan adamlar düşdükləri çətinliklərə məşqli, hazır olurlar. Və sən kitabları oxuyanda bu proseslərə hazır olursan. Belə deyək də, sənin üçün situasiyanın bir simulyasiyası var. Sən bir dəfə bunu yaşamısan. Gözəl. Məsələn, bu situasiyada neyini yersən? Burada qoyub qaçarsan, yoxsa qaçmarsan? Burada düzün danışırsan, yoxsa düzün danışmarsan? Burada adamı bağışlarsan, yoxsa bağışlamarsan? Bu kitablar bizə onları elə bir əvvəlcədən göstərir. Çünki biz daim o situasiyalardan rastlaşırıq. Elə bir necə deyim? Avtobusa minmisən, hələ kartdan çıxmamışdan da. Avtobusdan düşdün, avtobus çıxdı getdi. Sən də pulunu ödəmədin. Həmən situasiyada nə eləməlisən? Həmən situasiyada nə eləməlisən? O bir özü bir hekayədir. Sən açırsan o hekayəni, oxursan ki, bir nəfər avtobusun arxasında qaçdı. Avtobus saxlamadı, getdi. Sonra uzaqdan baxdı onun nömrəsinə. Sonra mindi avtobusa getdi, həmən avtobusların dayanacaq. Sən hadisə yaşayırsan o adamla və sən gələcəkdə elə bir şey olanda sən fikirləşsən ki, o vaxt orada məsələn Rauf adlı bir nəfər belə elədi. Bu düzgünüydü. Çünki belə deyək ki, o yol pulu mənim üstümdə qaldı. Onun haqqı məndə qaldı. Və yaxud belə ki, mən ondan oğurladım, o zəhmətindən bir 50 qəpik oğurladım. Düz sən aparsan versən 50 qəpik əlavədə çıxır. Amma o düzgünlük səni daim elə ki izləyir kitablarla. Belə isə sənin xəbərin olmur. Amma sən idealist həyatda nəticələrə rastlasan, insan nə qədər idealist olsa da belə bəlkə boşa düşür. Amma kitablar daim o şeyi bəsləyir ki, sən güclü olasan. Ahmet, yazıçı olmaq istəyənlərə hansı konkret düsturları, yol xəritəsi verə bilərsən? Yəni roadmap verə bilərsən ki, məsəl üçün də mən tələbələrimə 6 aylıq bir dərs proqramı verirəm və ay-bay orada imtahanlardır və ondan texniki tərəfdən əlavə də mənəvi tərəfləri deyirəm ki, məsəl üçün 3-cü ayda bu mövzularda ilişə bilərsiniz, psixoloji falan və amma bir roadmap verirəm hər tərəfli. Yazıçı olmaq istəyən auditoriyası böyük də, yəni çünki həm uşaqlar, həm böyüklər üçün bu cür ədəbiyyatı yaradıb ortaya qoymaq üçün nələr lazımdır? Yol xəritəsi nədir bunun? İndi bizə tələbə də baxa bilər, ilk yazmağa başlayan da ola bilər. Yəni onun üçün konkret olaraq bax bunu eləyəcəksən və sən amin sükut olacaqsan. Yaxşı sualdır. Bax, birinci şərt budur ki, sən öz ruhunu tapmalısan. Çünki belə deyək, yazı, şeir populyardır. Məsələn, qəzəl və hecəyə bölünür. İki yoldan biridir. Amma nəsrdə yol çoxdur. Sənə bu həyatı ifadə eləmək hansına daha uyğundur? Məsələn, sən bu hadisəni necə nəql edirsən? Birinci bilməlisən ki, sən bu hadisəni necə yaz? Öz üslubunu tapmalısan. Və bu üslubda bu üsluba yaxın yazıçılarla, bu üsluba yaxın tənqidçilərlə bəslənməlisən. Yəni bir üslub tapmalıdır, iki oxumalıdır. Mütləq. Birinci üslub öz üslubunu tapmalısan. Məsələn, mənim üslubum hiperrealizmdir. Mən
ona meyilliyəm. Buna yaxın yazıcı və şair olanda mən üst-üzə düşür. Kimdir bu? Məsəl üçün bizim şairlərdən Şəhriyarın şeirlərini mən çox bəyənirəm. Hüseyn hiperrealizm mənə xoşdur. Sadə şeylərlə böyük şeyləri göstərmək. Bunu sən tapırsan ki, mən belə yazmağı xoşlayıram. Bu sənin üslubundur. Sonra ikinci siz dediniz kimi əlavə o şeyləri bəsləmək lazımdır. Sən elə bir özünə dost tapırsan da, görsən onlar da belə iş görüblər, belə eləyiblər. Mən bir dəfə yazı yazanda bir his gəldi ki, burada bu yeri belə versəm daha yaxşı olar da. Bu bir üslubdur. Mən bunu heç yerdə oxumamışam, eşitməmişəm, öyrənməmişəm. Amma təsadüfən bir dəfə Çingiz Aytmatovun kitabını oxuyanda gördüm eyni şeyi o da eləyib. Və mən Çingiz Aytmatov oxuya deyim ki, bu mənim yazıçımdır. Çünki mənim üslubuma yaxın gəlir. Bunu üslubu tapırsan, onu bəsləyirsən, sonra növbəti gəlir sənin baxış bucağın. Çünki belə deyək, dramatik situasiyalar 36 dənədir. Burada heç kim kənara çıxa bilmir. 36 dənədir? Hə. Maraqlı məlumatdır. Yəni dramatik vəziyyətdə 36 dənədir. 36 dənədir. Məsələn, intiqam bir situasiyadır. Məsələn, ailə arasında, keçmiş dostlar arasında, yəni iş arasında. Bu situasiyadan kənara çıxa bilməz. Amma sən o situasiyanın içində bir baxış bucağın olmalı. Sən burada bu hadisəni necə görsədirsən, bu sənin öz o şeyləri tapmalısan. Yəni bu günə kimi minimum deyəm 1 milyon roman çıxıb. 1 milyon hər janrda. Və hansı janrlardakı olan o fərqli bucaqlar əsasdır. Onlar elə bir cəmiyyət tərəfindən maraqla qarşılanır. Üçüncü nə deyə bilərəm? Söz bilgisi. Mütləq sözü sənin dilində olan sözləri həm qrammatik mənasını, düzdür, bu çox da vacib olmur yazıçılar üçün, həm də semantik mənalarını. Çünki sinonim sözlər bir-birlərini əvəz eləmir həmişə. Amma ümumi mənada məsələn, ürəklə qəlb eyni şeydir. Biz qəlbim ağrır demirik, amma məsələn, başqa bölgələrdə onlar deyirlər ki, qəlbim ağrır. Sən o sözləri tanıyanda və çox söz bazen olanda o hadisəni insanlara dağıtırsan. Məsəl üçün, primitiv bir misal çəkeyim. İtin insana belə yaxınlaşmağı, onu sevməyi şırmanmaq deyirlər. Şırmanmaq? Hə. Azərbaycan dilində var lüğətdə. Məsələn, biri deyir ki, it yaltaqlanır. O yaltaqlanmaq mənfi mənadadır. Amma şırmanmaq pozitiv mənadadır. Sən onu götürüb belə deyirsən, it yaltaqlanıb o zehnində o semantik yükü yoxdur deyə sən oxuyanda deyirsən ki, yaltaqlanmaq rəzil bir xüsusiyyətdir. İtin insanla o cür oynamağı xoş bir şeydir. Aha. Amma sən zehnində o şeylə, sən o sözü verəndə, oxucu da məsələn o sözü oxuyanda o onu ala bilir. Məsələn, uşaq da bəzən görsən böyüklə elə eləyir. Sən o uşağa deyə bilməsən ki, abına bax, yaltaqlanır. Sən məcbursun desin, nə qədər şirin yaltaqlanır. Nə bilim. Ya bu uşağa deyirsən ki, bu uşaq şirmanır da səndən oynayır, səndən belə zarafat eləyir. Sözləri biləndən sonra geniş söz bilməlisən də. Sonra da gəlir düşüncə. Sən fəlsəfi düşüncələrin olmalıdır. Həyatla bağlı filosoflar oxumalısan, yazıçılar oxumalısan, şairləri oxumalısan. Belə deyək ki, o kim ki özündən bir bilgilər
çıxardıb ortaya. Ola oxumalısan ki, sənin də təfəkkürün genişlənsin. Mən 4 dənə şey dedim. Ha. İnşallah bu yol xətti bizim yenə də qonaqlarımız olacaq, yazsadım görə o dəyişirmədi. Yoxsa bu standartdır bu roadmap. Məncə bu dəyişər, fərddən fərdə dəyişir. Məsələn bizim sahədə 99% eynidir də. Mən dediyim bir roadmap-i çox az fərqlərindən hansısa bir IT mütəxəssis deyə bilər, amma sənin dediyin 4 dənə məsələ var. Mən düşünürəm ki, məsələn elə bir yazıçı ola bilər, qonaq eləyərəm, 4 dənə tam ayrı şey deyər. Məsələn mən bir yazıçı tanım. Bəlkə də 50 yaş var. Deyir ki, mən ömründə 10-15 kitab oxumuşam. Ciddi də yazıçıdır da. Onun belə deyək, yazmağa itələyən qüvvə, təhrik eləyən qüvvə nədirsə o onu yetərincə bəsləyir. Və adam xəyallarında o sujetlər qurur. Məsələn, elə adam var, 200 kitabı var. Məsələn, mən 200 kitab yazmaq üçün ən azı 200 də hadisə yaşamalıyam. Ona görə o fərdlərə, yazıçılara dəyişə bilər. Amma ümumi standart bir dil yaxşı olmalıdır mütləq. Üslub fərqlənməlidir. Yəni bunlar fundamental, yəni hamıda o. Amil, sənə uğur qazandıran əsas bacarıqlar hansılardır? Hansı ki, məsələn, mən bunları eləyirəm və mən hal-hazırda da ən sayda kitab müəllifiyəm və ciddi yazıçı olaraq bu bacarıqlara görə tanınıram. Var belə bacarıqlar. Yəni bizə baxan yazıçılar, yeni başlayanlar üçün də bəlkə həyatlarına qatırlar bu bacarıqları. Məsələn, mən eminim bu bacarıqları. Məsəl üçün, IT mütəxəssis, mən filan bacarıq. Məsələn, mən kompüter qarşısında çox otura bilirəm. Yəni, bu da bir bacarıqdır da. Yəni, səndə var belə bir şey. Mən həftəyə 10 dənə kitab oxuya bilirəm filan. Məsələn, belə şeylər. Mən disiplina ilə formalaşdırdığın. Məndə disiplin yoxdur. Açığı. Məndə belə bir şeyə fokuslana bilirəm. Məsələn, uzun müddət. Ola bilər 1 ay, 3 ay. O fokusumu özündə saxlayan bir şey olanda fokuslanırım. Belə standart həyat yaşayıram. O nəsə gəlir, məsələn, bir də ideya gəlir. Məsələn, hansı ideya? Bu az ildə ideya gəlmişdi ki, bir adada dənizi keçmək istəyən bir adam, öz cəmiyyətindən kənara çıxmaq istəyən adam nələrdən qarşılaşa bilər? O hiss məni yazmağa sövq eləyib. Məsələn, Tuflinlər hekayəsi bu aprel müharibəsində mən fikirləşdim ki, biz nə vaxta qədər sülhü gözləyə bilərik? Yəni, sülhlə nə vaxt həll edə bilər məsələni? Müharibə eləmək lazımdır. O ideyanı yazmışdım bunu. Pandanı yazmamış, hadisə ilhamlanmışdı, amma hardan gəldiyini bilmədim. Sonra hadisən özü başıma gəldi. O da məncə Dostoyevskidən təsirlənmişdim o vaxt, onu oxuyanda. Bunlar isə həyatın müxtəlif dövrlərində təsirləndiyim hadisələrdən ibarətdir. Ümumiləşdirsə, yəni xüsusi bir bacarıq desək burada, prosta təxəyyül deyə bilərik. Məsələn, analiz eləmə bacarığı falan. Yəni, bu yazdığın kitabların ərsəyə gəlməsi üçün bir bacarıq desən, burada hansı spesifik, yəni başqalarından fərqləndirən bacarıqdır? Məncə dedin ki, disiplina yoxdur məndə. Görünür. Disiplina yoxdursa burada başqa nüanslar olmalıdır. Bax, amma onun yerinə nə qoymusunuz? O disiplinanın yerinə nə qoymusunuz ki, mən qatılmıram sizin. Okey, həyatınızda 99% disiplinası yaşaya bilərsiniz, amma bu məsələdə disiplina göstərirsiniz də, əlbəttə ki. Kitabın ərsəyə gəlməsi falan, orada bir disiplina var yenə. Bax, elə bir, necə deyim, mən kitabı yazandan sonra verirəm redaktora. Redaktor cümlələri dəyişir. Mən o cümlələr hamısı bir-bir baxıram da. Sonra göndərir korrektora. Korrektor belə deyək, punktasiya qaydalarını yoxlayır. Vergül hardadır, dirəyə necə qoyublar, birinci şəxsi dilində necə ifadə olunub.
vasitəli. Mən o gəlib o vergül nöqtələrdə baxıram ki, dəqiq olsun. Sən o işə ki başlayırsan, orada disiplin olsan. Ki belə deyək də o bir də tərcüməçi var idi, kitab tərcümə eləmişdi. Nəsə. Deyir ki, orada i ilə yazırsınızsa, mən istəmirəm kitabımı çıxsın. Bu disiplin işə gələndə olur. Yəni adam 50 dəfə yazır, pozur, düzəldir. Fikirləşir, belə eləyir, mübahisə aparır, geri çəkilir, üstündən illər keçir, yenə də o fikrindən dəyişmir. Öz ideyası var da. Orada disiplinli olur məncə. Mən bu şeylə bağlı həmişə deyirəm ki, bir nəfər mənə deyir ki, futbolla bağlı. Deyir, Ronaldinho Cristiano Ronaldo kimi disiplinli olsaydı, o çox zirvədə olardı. Mən deyirəm ki, insanın bir dənə belə deyək də, sərbəstliyi var. Əgər o sərbəstliyi olmasaydı, futbolda o şeyləri göstərməyəcəkdi. Disiplində, disiplin xarakterin disiplin özəlliklərini göstərir. Əgər sən bu sərbəst adamın disiplini salsan, o fəndləri eləməyəcəklər. O uğura çatamayacaq. Belə deyək. Çünki sən bunun çıxardırsan, disiplin qoyursan, maraqlı yanaşmalıdır. Onun o hərəkətlər, hər şey ləğv olundu, getdi də. Düz deyirsən, yəni disiplina yaxşı bir söz dedin, deyirsən işin özündə bir disiplina lazımdır da. Deməli, hardasa bir dənə də olsa nüans var da disiplinanın iştirak elədiyi yerdə. Yəni məsəl üçün Dostoyevski səncə disiplin adamı idi? Məncə belə də yox. Yox da, yəni görünür ki, yəni təqdir olunacaq disiplinası olmayıb da. Yəni bir Cristiano Ronaldo qədər disiplinası yoxdur da adamın. Amma böyük bir şəxsiyyətdir və böyük töhfə verib ədəbiyyata. Mən deyirəm ki, sıralayanda individual deyil də. Yəni ki, məsələn 10 dənə uşağı götürüb yetişdirir, onunla da disiplinanı yükləməyə sən dediyin kimi də ola bilər ki, orada başqa nüanslar daha qabarıq olmalıdır ki, o bütün potensialını ortaya qoya bilsin də. Biz bir dənə təhsil pedaqoqla söhbət edirik. Deməli, dünyada 2 dənə ölkə idi. Təhsildə ciddi uğurlar var. Uşaq sahəsində, məktəblərdə. Deməli, biri Finlandiya idi, ya da Norveç, bir tərəfdə Yaponiya idi. Deyir ki, bir tərəfdə ifrat disiplin var, bir tərəfdə də ifrat sərbəstlik, belə deyək də. Orada belə oturmalısan, əzbərləməlisən, sən cəzanla, disiplindir də. O bir tərəfdə də belə çox rahatdılar. Söhbət deyir ki, biz xalq olaraq hansını götürməliyik? Sərbəst götürməliyik, yoxsa bizdə disiplin olmalıdır? Məsələn, indi bizdə qarışıqdır. Sovetdən biraz disiplin var, müasir bir sərbəstlik var, indi bizdə miksdir. Nəticədə belə gəliblər ki, qərara xalqlara və millətlərə və fərdlərə uyğun təhsil olmalıdır. Adam var disiplinlə inkişaf edir. Adam var sərbəstliklə inkişaf edir. Adam var tərif onu qabağa aparır. Adam var tənqid onu məhv edir. Adam var onu tənqid edən deyir ki, mən sizə göstərəcəm. Adam var tərif etsəm bloklanır. Məhv olur, gedir. Ona görə o fərd özünü tapmalıdır ki, mən necə hərəkətə gəlirəm. Mən necə öyrənirəm. Onu tapandan sonra özünü tanımalıdır da bu bir növdə. Yəni o uğura gedən yolda öz qeydlərindən biri ən birinci olmalıdır məncə. Mən necə hərəkətə gəlirəm. Gözəl düsturdur məncə. Çox qəşəng düsturdur. Yəni ki, məsələn mənim özüm təriflə hərəkət edən adamam. Mən bunu keçən il tapmışam. Özümdə hiss elədim ki, mən bir iş görəndə pis də görsəm, mən özüm bilirəm bu pisdir da. Amma biri desə ki, eyb yox da. Oradan bir dənə yaxşı şey tapır da. Məsəl üçün mən tez-tez video çəkirdim falan. Mənə deyirdilər ki, çox pis bilirdim axı pisdir. Bir dostum qayıt dedi ki, burada bir dənə yaxşı şey var. Dedi nədir? Dedi ki, davamlıdır o. Ən yaxşı şey orada davamlı olmalıdır. Videonun başını bırax da deyir. Post davamlılığın xoşuma gəlir. Və mən onu apardım o türdən.
Bu qatılıram o şeyə. Yəni biz öz düsturumuzu tapmalıyıq birinci bizi hərəkətə gətirənlərdir. Ahmet, bizim şəxsi inkişaf haqqında çox maraqlı yanaşmalar var. Yəni ümumiyyətlə yazar, incəsənət sahəsində olan adamlar, musiqiçilər falanlar həmişə maraqlı qəbul edən adamlar çox o səhhətdən qıraq fikirləri var da. Mən deyirəm o maraqlı yanaşmadır da. Mən düşünürəm ki, biz gün ərzində 10.000 dəfə düşünürüksə, yazsalar 20.000 dəfə düşünürlər. Ona görə onlar daha fikirlər remiksi daha maraqlıdır. İndi Ahmet, suallar verəcəm və qısa-qısa fikirlərimi almaq istəyirəm. Bu bizim formatın ikinci hissəsidir. Ümumi bir dənə fikir almaq istəyirəm bu sahə haqqında. Bestsellerlər var da, gedirik baxırıq. Bu ən çox 90% şəxsi inkişaf kitabları da bestsellerlərdir. Bilmirəm oxuyursanmı ümumiyyətlə şəxsi inkişaf? Xeyli inkişaf kitabları oxumuşam Oxumusan. şəxsən. Yəni bir dənəsinin adını desəm, nə hansını deyərsən? Bir dənə belə lap zirvə. oxuduqlarım içərisində ən Məsləhət görəcəyim baxanlar. içinizdəki divi oyandırın. Anton Robbins. Anton Robbins. O çox mənə təsir eləmişdi. Çoxdan oxumusan. Olar tələbəlik vaxtımda. Gözəl. Və bu bestseller kitablar ki var, 75 milyon falan satılır falan belə. Səncə həqiqətən bunlar yüksək keyfiyyətdədirlər? Yəni bu qədər satılmağı səncə nədir bu? Boş təbliğatdır, yoxsa doğrudan da bunlar haqqını verir? Məsəl üçün mən kitab bilirəm, şəxsi inkişaf kitabı, tuflin yanında etsən də. Amma çox ciddi rəqəmlərdə satılır, adını deməyəcəm kitabın. Yəni səncə bunlar doğrudan da yüksək keyfiyyətdədirlər? Bax, və bu meyar nədir? Necə təyin olunur? Belədir. 100 fərdi inkişaf kitabı götürək. Və yaxud bestseller götürək. Onların hərəsində bir həqiqət var. Yəni bir kitab başdan ayağa yanlış ola bilməz, hə? Belə deyək, lazımsız deyil. Və sənin düşüncə, həyat tərzi, daxili atmosferinə uyğun kitablar sənə xoş gəlir. Belə deyək, sən 50 kitab oxumusan, o 100 kitab oxuyub, o biri belə 1000 kitaba kimi kitab oxumusunuz. Sən 10 kitab içərisində seçdiyin 3 kitab, o birinin 100 kitab içərisində seçdiyi 3 kitab, 1000 kitab oxumuş adamın seçdiyi 3 kitab arasında ciddi fərq var. Və biz aşağıdan yuxarıya inkişaf elədiyimizə görə o kitabların bu qədər satılması, oxunması normaldır. Amma onlar bir reklam, bir propaganda ilə ki, sən onları oxuyasan, sən onları oxudun. Bir müddətdən sonra onların vaxtı qutar. Elə bir sən keçməlisən, orta məktəbə keçməlisən, universitet, magistratura belə qalxmalısan. Və biz elə bir iqtisadi mühitdəyik ki, bizə o kitablar o mühiti adlamaq üçün bir işıq göstərir. Biz fikirləşirik ki, bu kitabları oxuyub ora çatmaq olar. Necə ki, adamlar deyir ki, mən filan şeylər elədim, filan şeyə çatdım. Bir idman müəllimin, bir proqramistin, bir yazsın, hamının yanına getsən, o sən minimum 10-15 dənə əsas qaydalar var, tövsiyə eləyir. Cəmiyyəti də bir təzə başlayan tələbə kimi götürsə, o müddətdə onlar o kitabları oxuyur. Bir müddətdən sonra o şeyləri keçirlər. Və bu və buna görə də normal, yəni bu qədər satılmağı da normaldır da, yəni məsəl üçün Azərbaycanda son bir 5-6 ildir ümumiyyətlə tendensiyada şəxsi inkişaf kitabları çox oxunur. Mən özüm də əvvəl Brain Tracy falan haqqında falan oxumuşdum. Düsturlar verirlər. Adamlar konkretlər, məsəl üçün belə deyirlər. Məsəl üçün mən oxuyuram, Dostoyevski oxuyuram, Dostoyevski orada bir dənə söz deyir. Çox dərindir. Mən oturub 10 dəqiqə fikirləşməliyəm də. Buradan nə çıxartmaq olar. Amma məsəl üçün Dale Carnegie deyir ki, 2+2=4. Bildin, get istifadə elə. Və buna görə həm oxunaqlığı rahatdır bu şeylərin, bu kitabların məncə, həm də
sən dediyin kimi daha böyük kütləyə xitab eləyir. Eyni şey məsələn necə olur bir bayaq mahnı deyək də belə populyarlaşır. Sənət musiqiləri Sən şəxsi inkişaf kitablarına bayağı musiqi ilə, o bayağı kitab sayırsan, yəni. saymıram. Mən sadəcə məsəl üçün sənin bir dənə müddətin var belə deyək. O şeyləri keçməlisən. Problem keçməməkdir. Sən ciddi ədəbiyyat, sən ümumiyyətlə ciddi saymırsan onu. Düzdür? Məsələn 50 yaşında həyat görmüş adam, ciddi ədəbiyyat oxumuş adam şəxsi inkişaf kitabı məsələ görmərsən. Məsələn bir nəfər belə deyək də maşınla maqnitofona kod verib gəzə-gəzə gedir. Onun məsələn 18-20 yaşda belə göz yummaq olar. Ki o beyni qandı da, o atmosferə düşüb. Amma sən 40 yaşındakı adama normal baxmıyorsun. Mən 50 yaşındakı adama da normal baxmırıq biz. Deyə ağsaqqal. Sən cavan deyilsən. Yəni belə başa düşdüm ki, yəni şəxsi inkişaf kitablarının ulduzunu birə saldın da, yəni. Yəni sən bu tənqiddir də bu. Düz başa düşürəm. Bax sən keçməlisən. Onu keçməlisən. Amma ilk mərhələdir də bu. Məsələn səninlə bir dəfə söhbət eləmişdik. Mərcüs Sadə kitabı idi səhvləmirəmsə. İmkan bir oxumaq istəyirəm. Qayıtdan dedim ki, bəs Mike Tyson'dan ringə çıxmaq üçün müncə gəlib əli ilə dalaşmaq lazımdır. Mən qatıldım da fikirdə, çünki çox ağır kitab idi. Amma mən orada desəm ki, mən Dale Carnegie kitabını oxuyacağam, deyəsən get oxu. Düzdürmü? Daha yüngül kitab sayırsan da onu, yəni ciddi saymırsan. Yəni kitabı ilk başdan adam gəlib oxuya bilər də, yəni onu keçsən kimi baxırsan da, yəni. Amma elə bir yenə də insanlar ola bilər ki, sən 40 yaşında elə bir hal yaşayasan ki, qaydasan. Carnegie oxuyasan, deyəsən sən düz deyirsən. Şəxsi inkişaf kitabları düstur verdiyinə görə, konkret yoluna görə mən çox belə. Məsələn, Şura Altın Gücü kitabı var. Çox möhtəşəm kitabdır və çox ciddi bir auditoriyaya, kütləyə həyatında dəyişiklik eləyib. Çox ciddi adam, mən şəxsən tanıdığım adamlar var. Özüm də oxudum onu, mənim özümə də. Yəni mən dedim ki, mən bu kitabı tətbiq eləsəm, mənim həyatım tamam dəyişər. Tətbiq də çətindir. Onu tətbiq eləmək üçün də çox ciddi bir xarakter lazımdır. Və mən düşünürəm ki, mənim bir dostum var, deyir ki, mənim üçün ədəbiyyat çox mənasızdır da, yəni. Və deyir, nəsə olunacaqsa, məhsuldarlıq olmalıdır orada. Deyir, mənim üçün də oxumaq bərabərdir şəxsi inkişaf kitabları. Deyir, mən nə isə oturub fikirləşməliyəm, nə isə anlamaq. Mənə deyir, düstur ver. Bu da bir baxış tərzidir. Amma mən baxıram ki, məsəl üçün Dostoyevskinin həyatına baxırıq. Dostoyevski şəxsi inkişaf kitabı oxusaydı, birinci Dostoyevski olmayacaqdı. İkincisi də ki, o cür yaşamayacaqdı böyük ehtimalda. Yəni onun həyat tərzi də biraz bəyənilən həyat tərzi. Heç kim istəməz onun övladı Dostoyevski olsun. Yəni mən şəxsən istəmərəm. Tarixi keçsə okey, amma onun həyat tərzi o deyil də, yəni. Bu baxımdan deyirəm. Ona görə mənim üçün şəxsi inkişaf kitabları möhtəşəm. Məsələn, Atomik Həbir kitabı var. Onu oxudum və mən başa düşdüm ki, nəyi necə davamlı eləmək olar və xırda şeylərin gücü ilə bağlı başa düşdüm. Sonra bir kitab var idi mən keçən dəfə. Etibar var, dostumuz o məsləhət gördü, salam göndərirəm. Pendirmi kimi oğradı kitabı var belə. Möhtəşəm kitablardır və düşünürəm ki, ümumiyyətlə mən belə bir ədəbiyyatda, məsələn uşaq ədəbiyyatı və yaxud da ki, şeir yazılmısa da vəbşi, mən o kitabları yenə oxumalıyam. Oxumalısan, mən də bu fikirdəyəm. Sənin üçün doğrudursa, o düzdür. Çünki bir dənə həqiqət yoxdur. Məsələn, mən bir dənə dostuma demişdim ki, bax, dünya 10 dənə yaxşı yazısını götürürük. Tolstoy, Hugo falan götürürük. Deyirik ki, hər kəs yaxşı, özünün əsərlərinin yaxşı olması 10 dənə düstur yazsın. Hər 10 yazsın, 10 düstur yazır, 100 düstur eləyir. Deyib, buradan indi üst-üstə düşə bilər, eyni ola bilər, təkrar olub, 50'sin çıxaq, yerdə qalsın. Bu 50 düstura riayət edib böyük yazısı olmaq olar? Mümkün deyil. Mümkün deyil. Mümkün deyil. Çünki qaydalar bir olsa, onda necə olacaq? Yəni bir dənə standart var ki, A-nı götürsən, B-ni götürsən, C-ni götürsən, uğur qazanırsın. Onda məsələn 100 min dənə niyə motivasiya kitabı var? Əks arqument olaraq şey deyə bilərəm. Məsələn biz Allah Quranda danışanda cənnətin şərtlərini qoyub.
Düzdürmü? Deyir ki, bunu eləsin, cənnət var. Və individual vermir, ümumən verib. Düzdürmü? Deməli, bəzi şeylərin ümumiyyətlə düsturu var da. Bir yerə çıxmağın düsturu var. Nəyisə öyrənməyin düsturu var. Həyatı daha gözəl eləməyin düsturları var. Yəni biz O düsturlar minimum düsturlardır da, elə bir bakalavr düsturlardır, magistr düsturları belə deyək. Sən inkişaf eləməlisən. Yəni fərdi, şəxsi inkişaf elədin, sən hara gətirmək istəyir? Hara gətirmək istəyir? Uğura, çatdın uğura. sonrası Sonra yoxdur. Elə sən uğur nə idi? Çatdın ona. Uğura çatmayan adamlar belə deyək, həyatının mənasını başa düşməyib gediblər. Uğursuz adamlar cəmiyyətdə lazım deyirlər. Uğur qazanmayanda insan həyatı məhv olur? Yox, burada söhbət maddi mənəvi uğurdan da gedir də. Mənəvi uğur da ola bilər və mənəvi uğur gəlib çatmayan adam boşuna gəlib getmiş sayaram da, yəni. Çünki bizim yaradılış qayəmiz odur. Aydındır, bu fikrim aşağı-yuxarı başa düşdüm. Bu sualı mən öz yazanda şeir yazırdım bir aralar ki, bir də olmasın. Mən orada nəsə yazanda özümə qapanırdım, özümlə bağlı çox şey yazırdım və düşünürdüm bir aralar ki, insanlar yazanda bütünlüklə özü olub yazırlardı. Məsələn, deyəndə ki, məsələn, sən əclafsan, o özüdür əslində və yaxud da ki, falan. Sonra ədəbiyyatdan adamdan oturdurdan baxdım ki, adam var, rasional yazır, ümumiyyətlə konkret müşahidə eləyir. Amma bu falan, ruh yoxdur da orada falan. Tənqid edəndə də özümü tənqid edirdim. İndi mənim maraqlıdır ki, Amin Sükut kitablarında özünü tənqid edir, yoxsa cəmiyyəti tənqid edir? Və yaxud da yəni tənqid olan yerlərdən söhbət gedir. Yoxsa ümumiyyətlə utopik bir şey tənqid edir, Azərbaycanda yoxdur. Norveçdə nəysə. Məncə burada belə dedi. Bu kitablardakı obrazların hamısı həsbi aldı. Yəni öz həyata öz baxışlarını dilə ki, mən burada belə eləməliyəm. Məsələn, mən yaxşı dostamsa, dostum üçün çalışmalıyam. Mən nəsə öyrənməliyəmsə, onun üstünə düşməliyəm. Və özü ilə bağlı tənqidlərdir. Buradan sən özünü onun kimi düşünürsənsə, nəsə çıxarış eləyə bilərsən. Əgər yoxdursa, çıxarış eləyə bilmərsən. Tuflinlərdə var bəzi yerlərdə ictimai tənqidlər. O da onun da məqsədi ki, biz daha yaxşı olaq və sonradan mən fikirləşdim ki, fərdlərlə cəmiyyəti dəyişməliyik. Yəni individual. Yəni 10 dənə dürüst sürücü qaydaları pozmayacaq. 10 dənə də dürüst polis qaydaları pozmayacaq. Bizə nə qədər dürüst adam olsa, o qədər daha cəmiyyət inkişaf eləyər. Yəni ki, biz kamera qoyaq, nə bilim, izləyək, nə bilim, belə çirklin işlərlə məşğul olaq. Mən bu haqda belə düşünmüşdüm ki, cəmiyyəti dəyişmək, məsələn, biz Hitler olmalıyıq cəmiyyəti dəyişmək üçün, yoxsa biz olmalıyıq yoxsa bir mənəvi, ruhani bir adam olmalıyıq. Sən deyirsən ki, bəs dürüst adama kamera falan ehtiyac olmazdı. Biz dürüst adam yetişsək kifayət eləyir də. Yəni investisiyamız bu olmalıdır da bizim, düzdürmü? Yəni dürüst adam yetişdirmək, töhfə vermək, yəni məqsədimiz, işimiz bu olmalıdır. İstənilən sahədə də olsaq, yəni bu sizə daha böyük iş düşür də yazıçılara. Yəni təbliğatla məşğul olan istənilən sahəyə, burada efir falan hamısı da. Təbliğata biraz qarşıyam, biraz təmsilata meyliyəm. Təmsilat. Daha doğru ifadədir, düz deyirsən. Təbliğat ya təmsilat. Çünki adam baxır, bir dənə sən 10 dənə yaxşı söz demiş, bir dənə səhv eləyən kimi deyirlər ki, öldü. Ahmet, bir dənə söz soruşacağım, hə yox istəyirəm. Düşündüyün amma yazmağa cəsarət etmədiyin mövzu olub, hə yox istəyirəm. Bu təfərrüatına getməyəcək. Hə, amma şeir olaraq olub. Şeir olaraq. Yazı olaraq istənilən yazı olaraq alva gələ biləcək istənilən şeyə toxunmusan.
Üçüncü hissəyə keçəcək inşallah. Tez-tez suala verəcəm. 3-3lük deyəcəksən. Hə? Təxminən 7-dən sualımızdır bu mövzuda. Nə qədər sürətli olsa yaxşıdır, çünki ilk ağla gələnlərin deyilməsini istəyirəm. Həyatımızı pozitiv yöndə dəyişə biləcək 3 vərdiş. 3 vərdiş: dürüstlük, ədalətlik, çalışqanlıq. Hədəflərə çatmaq üçün 3 əsas qayda. 3 əsas qayda: vaz keçməmək, sürətli olmadı. Vaz keçməmək, bir dənə qaydadır. 3 Bir yox. dənə qayda deyirsən. Vaz keçməmək, mübarizə aparmaq. Hamısı gəlir ona çıxır. Gəlir ona çıxır. Hə. Okay. Dünya görüşümüzü kökündən dəyişəcək 3 kitab. Ha, bunu biraz düşünəcəksən böyük ehtimal, çünki xeyli kitab oxumusan. Mənim ciddi düşüncəmə təsir göstərib. Qara balıq balaca olanda, institut vaxtlarında Səfirlər, sonra institutdan sonra Mark Avrelin Düşüncələri kitabı çox dəyişiklik edib mənim düşüncəmdə. Həyatın çətin anlarında özümüzə güc vermək üçün hansı 3 cümləni unutmamalıyıq? Məndən yoxdur, Aha. məndən bir də olmayacaq. Üçüncü. Nə yaxşı ki var. Gözəl. Həyatdakı ən böyük 3 səhv ki, bunu heç vaxt eləməməliyik. Yəni çalışmalı eləməliyik. İnsanlığı unutmaq, vətəni unutmaq və ailəni unutmaq. Yəni unutmaq ümumiyyətlə. Şəxsi inkişafa başlayan hər kəsin ilk bilməli olduğu 3 həqiqət. Bu şəxsi inkişaf dediyim mənada, yəni burada maddi mənada olur. Nəyə başlayırsansa davam eləməlisən Davamlılıq. və bilməlisən ki, dürüst olsan, gec çatasan və daim çatasan. Üçüncü də bəzən daha çox verəndə daha çox qazanırıq. Nəinki alanda daha çox. Əl-açıqlıq. Deyək. Deyək. Amin, təşəkkür edirəm gəldiyin Buyurun, üçün. sağ Çox olun. maraqlı söhbət oldu. İnşallah biz gələn görüşlərdə də yeni kitabların çıxdıqca da biz görüşərik Allahın izni ilə. Ətraflı danışarıq. Kitabların ümumi kitabların haqqında bir dənə, 2 dənə cümlə alaq səndən. Oxumaq istəyənlər üçün də ümumi kitablarında nə demək istəmirsən, ümumi bir dənə də belə fikir alaq və hardan əldə edə bilərlər, onlar haqqında da məlumat verək. Deməli, kitablar müxtəlif mövzulardadır. Əsas ideyalar bu kitabların da nə var? 1. Dürüst ol. 2. Mübariz ol. 3. Həyat haqqında düşün. Ki biz necəyik? Kitablarımızı nəşriyyatın saytından, Parlaq İmzalardan Parlaq İmza sifariş edə bilərsiniz. Şəhərimizin bütün mağazalarında var. Əlinino, Librav və Kitab Evmaz, Login. İnşallah biz yenə də görüşərik. İştirak etdiyiniz üçün çox salam et. Təşəkkür edirəm. Var olun.